Salamünaleyküm dəyərli izləyicilərimiz. Yenə sizinlə burada Elşad Mina haqqında bəzi məsələləri müzakirə etmək istəyirəm. Dindən biraz az anlayışı olan adamlar Elşad Mirinin danışıqlarına çox aldanırlar. Məsəl üçün, Elşad Mirinin özəlliklərindən biri odur ki, bu adamda yaxşı natiqlik qabiliyyəti var. Yalan olan şeyləri doğru olaraq göstərmə bacarığı var. Yəni bu da sırf keçən səfər də dedim, avam insanlara, yəni dindən az anlayışı olan insanlara hesablanmışdı. Dindar biri olan, mömin biri olan insan bunun dediyi şeylərin nə qədər absurd, nə qədər yalan olduğunu çox gözəl və çox asanlıqla anlaya bilir. Amma sadə insan, dinə hələ gəlməmiş, dini həssasiyyəti az olan insan bunun danışıqlarına baxır, bərbəzəkli sözlərinə aldanır. Deyir, belə danışsa demək düzdür də, qalan hamısı xurafatdır. O adam düz danışır da, gör necə elmli danışır. Halbuki onun danışıqları şeylərin necə proqramlı, necə İslamı yıxmağa yönəlik olduğundan xəbəri yoxdur. Yəni Elşad Mirinin məqsədi sırf olaraq İslam dinini yıxmaqdır. Daha doğru desək, savada az olan insanların dinə gəlməsinə mane olmaqdır. Dindarların sayının çoxalmasının qarşısını almaqdır. Bunlar da hamısı proqramla, planlı şəkildə qurulmuş işlər.